səbirli insan o kəsdir ki, özü şuurla, dərklə, mərifətlə, anlayışla, seçimləri ola-ola, Bəli. Allahın razılığını tanıyaraq, həvai nəfslərdə aktiv olaraq, bu ağıl işığını, projektorunun mübarək nurlanmasının içində bu Allaha hadır, Allahın razılığı üçün bu üç müstəvidən birində davam edir. Allaha itaət müstəvisində edir, çətindir, amma çünki Allah razıdır, davam edir. Günah çəkinmədə çəkinir, çünki şirinliyi də günahın çəkir, amma çünki Allah razıdır, tərk etməmizdə davam edir. Müsibətlərlə bağlı da istənilən, baş verən mövzu onu Allaha bəndəçilik yolundan çıxartmır. Təqva nəfsin tərbiyəsidir. Təqva nəfsi cilovlamağı bacarmadı. Təqva şuurlu, ağılla, dərklə insanın mövzuları duyub hiss etməsi və seçimləri görməsi və Allah razılığını tanıması və bunun içində əzmlə, iradə ilə Allahın razılığına uyğun davranmasıdır. Başqasını ümumiyyətlə tərbiyə eləmək çox rahatdır. Hamı da sevir kimisə nəsihət versin, başa salsın, həyatı öyrətsin. Amma mübarək Ramazan ayında böyük fürsət yaranır. Ümumiyyətlə hər gündə o fürsətimiz var. Ramazan ayında xüsusən o fürsət yaranır ki, biz özümüzü tərbiyə eləyik, biz özümüzü tərbiyə eləyək və bu gün ən böyük deyə bilərik həyatda məharət, ən böyük hünər insanı öz nəfsini tərbiyə eləməsidir. Az umma, çox etmə. Ailə vermə yeridir. Ailə etmə yeridir. Ailənin ən böyük tərbiyəvi gücü budur. Sən qəlbləri ailədə, ailə üzvləri bir-birinin qəlbini etməklə, verməklə fəth eləyə bilər. Tələblə yox, məcburiyyətlə yox. Lama deyir ki, bəndəm, Allah sanki bizə bu cür deyir, mən sizi qonaq çağırdım, amma əgər siz məni dəvət etsəz, mən də sizə qonaq gələrəm. Allah bizi qonaq çağırır, bəli, biz bunu eşidirik, biz bunu öyrənirik, bu deyilir ki, Ramazan ayında Allah qonağı ola bilər. Amma bu deyilmir ki, Allah da bizim qonağımız ola bilər. Hədis-i Qudsidə ki, gəlir ki, mən qırıq qəlblərin yanındayam, mən yəni qəlbi sınmışların, qəlbi kövrəklərin, qəlbi dirilmişlərin qonağı olaram. Allah bizim qonağımız ola bilər. Bu şəfahanə Hüseynindir. Təbibi ani baxır. Salam Hikmət evində, xoş gördük sizləri. Salam. Aleykümselam. Hər vaxtınız xeyir olsun hacı. Hər vaxtınız xeyir olsun. Axır vaxtlarda belə bir mövzu gündəmə gəlir ki, zaman çox sürətlə keçir. Bəli. Bəli, biz diqqət eləsək, elə biz sanki dünənləri bir mübarək bir ayı gerdə qoymuşuq, amma bu günlər baxanda diqqət edirik ki, artıq bir aydan yuxarı bir vaxt keçir, bir aya yaxın bir vaxt keçir. Ramazan ayında Əziz keçmişik. Rəbbimizin adı ilə Mətləb müəllim, siz nə qədər vaxt bu hiss edirsiniz zamanın tez keçməsini? Yəni 10 il əvvəl də sizin üçün tez keçirdi? Son 7 ildə çox sürətli keçib. Aha. Çox sürətli keçib. Nə ilə bağlıyırsınız? Fikirləşirəm yaşımla bağlıdır. Yaşla bağlı. Bəli. Maraqlıdır. Ümumiyyətlə bu özü bir araşdırılmalı mövzudur ki, yaşlara görə, yaş nəsillərə görə, generasiyalara görə zamanın surəti necə dəyişir. O ümumiyyətlə maraqlıdır. Amma doğrudan da elə bir ki, biz dünən mübarək Ramazan ayını sanki elə dünən yaşamışıq. Hələ o istisini çox ciddi hiss edirik. Amma artıq diqqət edirik ki, bir ay. Şavval ayının son günləridir, bəli. Artıq bir aya yaxındır ki, keçir. Hacı, bu günləri bir mövzuya toxunmaq istəyirik. Adətən standart mövzu deyil. Ramazan ayından məsələn hər hansı bir mövzu ilə bağlı, mübarək günlərlə bağlı adətən öncə danışılır və o aya daxil olur, o mübarək günə daxil olur. Bu günləri biz Ramazan ayından bir ay sonra Ramazan ayının post-Ramazan əhval-ruhiyyəsi, Ramazan ayının bizə verdiyi o mübarək potensiallar, enerji, dərslərlə bağlı istirdik danışaq və standart mövzu deyil. Təbii ki, cəmaət bəzən gözləməz ki, Ramazan ayı keçib bir ay sonra Ramazan ayı haqqında nə danışılır. Amma əslində ən uyğun mövzu budur. Məsələn, Ramazan ayından sonra. Çünki biz sanki bir dərsdəyik, dərsin özündə dərs faydası olmur. Dərsdən çıxdıqdan sonra, məktəbdən çıxdıqdan sonra dərsin faydası varsa, dərsdən nəsə götürmüşük. Olmasa, dərsin bir faydası olmur.
Mübarək Ramazan ayı deyirlər ki, Ramazan ayından sonra başlayır. Bu baxımdan istərdik ki, elə ilk giriş eləyəsiniz. Biz bu Teşekkür ederim. Ramazan ayı ilə Teşekkür bağlı, ederim. post Ramazanla bağlı bir fikrinizi alaq. Buyurun. Bu çox önəmli mövzudur. Bizim bir dostlardan biri səfərə gedəndə adətən, gələndən sonra mən yarı zarafat, yarı ciddi bilirəm ki, adam səfərdən qayıdandan sonra istəyir səfər təəssüratlarını bölüşsün. Bəli. Nəsə axır səfərdən geri dönəndə bəzən də dostlar, yaxınlar da indi hər dəfə olmur ki, adama otursunlar, detallı soruşsunlar ki, necə oldu, necə keçdi, hansı təəssüratlar var, planladığın hansı mövzular oldu və s. Bu adamın içində qalır ki, o insan istəyir bölüşsün, daxilindəki o hissləri və insan onu bölüşməyə imkanı olmur. Ona görə bu dediyiniz o xatırladım ki, əslində mübarək Ramazan ayı bir mənəvi səfərdir. Mənəvi səfərdir ki, ona hazırlaşırıq. Rəcəb ayına hazırlaşırıq ən azı. Şaban ayına hazırlaşırıq. Mənəvi 3 aylıqda. Bir həftə qalmış xüsusi hazırlıq başlanır. Birinci artıq gecəsindən belə böyük ali ruhiyyə ilə bir ay bunun o başlanaları, günün içi, yekunu, mənəvi mövzular və bu kimi və s. və bayramı, namazı, vidası, əlvidalanma və s. və s. Amma sonra ilk günlər xüsusən istisi adam onu hiss eləyir. Çox ciddi o hərarəti o istiliyi. Amma indi ən azı 4 həftəyə yaxındır ki, keçir. Bəli. Siz əslində ən müzakirə olunmalı vaxt indi. Bəli. Ona görə də mən elə Allaha şükür deyirəm ki, bizim bu fürsətimiz var ki, Hikmət evində bu günləri mübarək Ramazan ayının sonrası bir mərhələdə biz o xüsusən də bir ay həm çox uzaqda deyil, amma bir həftə də deyil də, yəni bir aydır və biz bugün bunu dəyərləndirmək. Soyuq başdan analiz eləmək olur. Bəli, bəli. Həm çox uzaqlaşmamışıq, Bəli. həmin o hisslərimiz diridir. Amma çox da yaxın deyil də. Ona görə elə mən təşəkkür edirəm ki, elə yaxşı fürsət. Buyurun. Ramazan ayında ay boyunca biz onu ayın özünün verdiyi dərslər haqqında danışırdıq. Mübarək Quran-ı Kərimdə olan mövzular var. Əhl-i Əleyhisselamın həyatında Ramazan ayı ilə bağlı mövzular var. Sonra məsumların dualarında məxsusən ayın özünə uyğun dualar var. Buradan müəyyən dərslər çıxır. Biz bu günləri onlar haqqında kifayət qədər danışılır və yada salaq da əsas hansı dərslərdən əsas ana mövzu nə idi? Bəli. İlk adamın ağlına gələn mövzu təbii ki, insanın səbri məsələsidir. Səbir məsələsi ki, insan istədiyi halda gözünün qabağında əlin çatdığı bir halda Allaha xatir imtina edirsən. Bu özü insanın iradəsinin insanın özünü tanımağında ən ciddi amillərdən biridir. Ki, bəzən də qeyd edirlər ki, oruc ən ixlas ibadətlərdəndir ki, bunu ancaq Allaha xatir tuta bilərsən ki, bir balaca xəlvəti çəkilib istədiyin qidanı qəbul edə bilərsən. Baxımdan səbir burada özü yerini göstərir. Çox maraqlıdır. Orada səbrin də özünün də təzahürləri var da. Yəni məsələ təhəmmül deyil. Yox, məsələ səbrin özünün də baxın elə o mövzuda orucun mərhələləri. Yəni yeməmə və içməmədə səbir ya başqa mövzulardır. İlk mərhələdə elə o mərhələ, məsələn ki, insan amma onun özünün insana bir sonra gətirdiyi bir necə deyim, bir həzzi var, onun bir ləzzəti var və o yeni bir insanın ən azı tutumunun artmasına səbəb olur. Və yeni Allahın verdiyi o nemətlərdən qəbul etmək, Allahın mənəvi zövqlərindən qəbul etmək üçün şərait yaradır. Çox sağ olun. Bu çox önəmlidir. Bir mühüm bucaq mübarək Ramazan ayına baxdıqda və bu gün yekunlaşdıranda ki, mən bu gün hazırlaşanda bugünkü bəhsə bu acıdan baxmamışım, amma bu önəmli mövzudur. Biz mübarək Ramazan ayında səbirləməni öyrənirik. Biz Allah yolunda vacibatı yerinə yetirməkdə və haramlardan çəkinməni öyrənmək istiqamətində biz səbirli olmağı öyrənirik. Və hər şeyə rəğmən biz bunu davam edirik. Bizə asandır, çətindir, yuxudan kaldırıb adam, kaldırmayıb adam, çatdırıb o başsana yesin, çatdırmayıb,
günün içində cürbəcür vəziyyətlər və s. Amma bu davam etmə. Yola davam eləmə. Bu baxımdan bu doğrudan da böyük bir səbir məktəbidir. Səbir məktəbidir və bu könüllü biz dəvət olunmuşuq. Ya eyyuhellezine amenu, ey iman gətirənlər, yəni kutibe aleykum siyamu kema kutibe alellezine min qablikum leallekum tettekun. Ki sizdən öncəkilərə də buyurulduğu kimi sizlərə də vacib oldu, buyuruldu Ramazan ayının orucu ki niyə təqvalı olsun? Deməli təqvalılığın mühüm elementlərindən biri deyə bilərik səbirdir. Yəni çox önəmli. Səbir nədir? Səbir ümumiyyətlə nədir? Sizcə səbir nədir? Nə baş verir? Səbirlə bağlı sizin o bu barədə bizim geniş bir bəhslər olur. Səbir üç istiqamətdə də insanın itaətdə səbirdir, müsibətdə səbirdir, müsibətdə səbir. Deməli, günahdan çəkinmədə səbir və məsiyyətdən çəkinmədə səbir, bir də müsibətdə səbir. Bəli. Səbri itmək üçün kim olmalısan? Yəni səbir baş verirsə, səbir etmək özü iradəvi mövzudur. Təbii ki. Bəli. Səbir edən artıq özünün bir istəyi olmalıdır. Yoxsa bu səbir olmaz, bu yüklənmə olar. Səbir budur ki, bu özü səbirli insan o kəsdir ki, özü şuurla, dərklə, mərifətlə, anlayışla seçimləri ola-ola, seçimləri ola-ola Allahın razılığını tanıyaraq, həvai nəfslərdə aktiv olaraq bu ağıl işığını, projektorunun mübarək nurlanmasının içində bu Allaha hadır, Allahın razılığı üçün bu üç müstəvidən birində davam edir. Allaha itaət müstəvisində edir, çətindir, amma çünki Allah razıdır, davam edir. Günah çəkinmədə çəkinir, çünki şirinliyi də günahın çəkir, amma çünki Allah razıdır, tərk etməmizdə davam edir. Müsibətlər də bağlı da istənilən, baş verən mövzu onu Allaha bəndəçilik yolundan çıxartmır. Çox çətindir. Kənar müxtəlif məsələlər özünə qata bilir, amma bu davam edir. Allaha bəndəçiliyin davam edir. Səbir, bəli, mübarək Ramazan ayının ən önəmli məsələlərindən biri səbirdir və təqvanın önəmli bir elementlərindən biridir. Başqa nə diqqətinizi çəkib? Verdiyi dərslər təbii ki, adam fikirləşir. Nəfsi tərbiyə baxımından nə baş verir? Nəfsimizi tərbiyə edirik də. Təbii ki, ən böyük dərs məktəbdir. Onu tərbiyə eləyəndə səbirli oluruq da əslində. Bəli. Yəni səbir bir növ nəticə verir ki, biz nəfsi tərbiyəsində müvəffəq olaq. Səbir ciddi bir instrumentdir, vasitədir ki, biz o səbirdən istifadə edərək biz nəfsimizi tərbiyə eləmədə davam eləyə bilirik. Və çox önəmli məsələlərdən biridir. Ümumiyyətlə, təqva nəfsin tərbiyəsidir. Təqva nəfsi cilovlamağı bacarmadır. Təqva şuurlu, ağılla, dərklə insanın mövzuları duyub hiss etməsi və seçimləri görməsi və Allah razılığını tanıması və bunun içində əzmlə, iradə ilə Allahın razılığına uyğun davranmasıdır. Və burada nəfsin əslində o cilovlamasıdır, tərbiyə eləməsidir. Bu çox ciddi bir məsələdir. Başqasını ümumiyyətlə tərbiyə eləmək çox rahatdır. Yəni hamıda sevir kimisə nəsihət versin, başa salsın, həyatı öyrətsin. Amma mübarək Ramazan ayında böyük fürsət yaranır. Ümumiyyətlə, hər gündə o fürsətimiz var. Ramazan ayında xüsusən o fürsət yaranır ki, biz özümüzü tərbiyə eləyik, biz özümüzü tərbiyə eləyik və bir gün ən böyük deyə bilərik həyatda məharət, ən böyük hünər insanı öz nəfsini tərbiyə eləməsidir. Ən böyük hünər budur. Və Ramazan ayı deyə bilərik ki, bizə mübarək ilahi ziyafət, bizə bu ən böyük hünəri, yəni ən böyük sənəti, təqvalı olmaq sənətini, ən böyük bacarığı, bu bacarıqdır da, bu vərdiş deyil. Ən böyük bacarığı bizə öyrətmiş olur və bu baxımdan bu davam edici bir prosesdir. İndi o
o Ramazan ayında qeyd elədiyiniz kimi başlayır ən sadə məsələlərdən, yemək və içməkdən, amma orada bitməli deyil də. Təbii ki. Yəni bu bütün bunun üçündür ki, biz artıq gözümüzün, qulağımızın, dilimizin, təfəkkürümüzün, qəlbimizin də oruç tutmasını kontrol etməsini öyrənik. Bəli. Burada əsas məsələlərdən biri də sizə bu ola bilər ki, Allah Təala sanki bizə dərs vermək üçün qısa bir müddətdə qoymayıb. Yəni bir insan məsələn tutalım ki, burada nəzərə alsın ki, 14 yaşlı uşaqlardan tutmuş ta ağlı kişilərə qədər var. Vəziyyətə görə fərqlidir. Siz ikinci dəfədir verilişdə görürəm 14 yaş vurğuluyorsunuz. Hə, yox, məsələn, hətta buluq yaşına. Hə, yəni qızlarda bu Bəli, 9-dur. bəli. Hə, yəni Qızlarda, o- bəli, bəli. Hələ Yəni qız- orucla namazın vacibliyi normalda 9-dur. Bəli, bəli. Yəni o vacibatın, namaz vacibatının və oruc vacibatı bağlı. Oğlanlarda da bu vəziyyətə görə fərqlidir. Azərbaycan iqlim şəraitində adətən 12-13 yaş. Heç 14-ə gedib çıxmaz. Yəni Dumar olacaq. 12-13 yaş adətən artıq oğlan uşaqları da o fizioloji buluğa çatmış duruma gəlirlər və çox da fərqli ola bilər, amma əsasən mövzu budur. Yəni 14 yaş, adam var 15 yaşacan gözləyir. Halbuki 12-13 yaşından artıq boyuna gəlib namazda, orucda sadəcə fərqində olmurlar. Bunun altını bir qoyacağıq. Əsl mövzu oldu. Mühüm mövzudur. Bəli. Təşəkkür Bəli. edirəm ki, mən dünənlərdə bir podkastda ya dünən ya sıra gün bu mövzuda siz orada qeyd elədiniz. Mən orada da bu mövzunun üstünə gəlmədim, amma burada faydalı oldu. Nə üçün deyirəm acı? Yəni mükəlləfiyyətdən Bəli, gedir. mükəlləfiyyətdir. Məsəl üçün mühüm məsələdir. İnsanın ilahi müraciətlər birbaşa halımıza şamil olur. Yəni bu özü çox mühüm məsələdir. Yəni bu o buluq yaşından ta axır vaxta qədər də lap insanın tuta biləcəyi zamana qədər bu bir ay müddətidir. Yəni bir insan nəfsin tərbiyəsi ilə bağlı kifayət qədər böyük bir dənə zaman verilib. Yəni bir ay bir insanın özünü tanımağı üçün, özü ilə bağlı fikirləşmək üçün. Üstündə bir gecələr də var ki, bir ömrə bərabər. Bəli, bəli. 1000 aya bərabər, 80 neçə yaşa bərabər. Bir insan əgər ilk günlərdə məsələn tutam ki, periodik olaraq da sadəcə səhər-səhər durdu, yeməyin yedi, iftarın işinə gücünə, amma artıq bu bir ay ərzində heç olmasa 2 gün, 3 gün, 5 gün bu adam mütləq şəkildə aclığının fərqinə varıb nəyinəsə haqqında düşünəcək. Çünki artıq ilk günlərdən sonra o dediyim kimi də səbir, ilahi rizayətə görə səbir, mütləq şəkildə insan içində bir ilahi ləzzətin, həzzin daxil olması üçün bir şərait yaradır. Və o son vaxtlarda o mütləq şəkildə ilahi həzdən neysə də insanın qəlbinə daxil olur və bunu ən bizim dərdimizə dəyən məsələ Ramazan ayından sonraya çəkib gətirmək. Bunun haqqında istərdim siz biraz fikrinizi bölüşəsiniz. Təbii ki, təqva, səbir bunlar hamısı yəni Ramazan ayının bizə verdiyi ən böyük nemətlərdəndir. Bunu bu günümüzlə bağlı daha sadə dillə desək ki, Ramazan ayından istifadə edərək bu günümüzə, sabahımıza, gündəlik həyatımıza, ailə həyatımızda, işimizdə, gücümüzdə necə eləyək ki, Ramazan ayı bilək ki, burada bizim dadımıza çatır. Nə üçün deyim, üzr istəyirəm hacı? Nə üçün deyirəm? Məsələn, biz çox dadlı bir balı yeyirik. Balın ləzzəti getdi. Amma ləzzətinin getməyi onun təsirinin getməyi deyil. O nə vaxtsa bizə immunitet yaradır və heç xəbərimiz olmadan bir soyuq qış günündə bizim immuniteti xəstələnməməyimizin səbəbi olur. Bu baxımdan deyirəm, Ramazan ayı gedib. Amma Ramazan ayının bizə bir təsirləri var. Və bu günümüzlə bağlı necə fikrinizi alaq? Barək Ramazan ayının hədəfi təqvadır. Ramazan ayı təqva məktəbidir. Ramazan ayında bu böyük bir dənə hər mənada fürsətdir ki, bu inkişaf eləsin. Hər vaxt o şərait var. Hər vaxt o imkan var. Belə deyir ki, ancaq Ramazan ayında bu fürsət olsun. Sadəcə olaraq bu ona oxşayır ki, böyük bir dənə kitab sərgisidir. Bir insan kitab almaq istəyir. Kitab almaq istəyəndə gedib bunları bir vaxt dairə, axtara, filan eləyir. Bir də var, gedir bir sərgiyə düşür. Bu sərgi bütün bunun istədiyi kitablar oradadır.
və nə istədiyini də bilir. Və orada da bilir ki, bu gedib kitab sərgisinə. Üstəlik nəinki bilib, bunu ora aparıblar. Bunun niyyəti odur ki, dəvət ediblər. Və hətta orada da bir neçə gün var, gecələr var ki, bir ömür mütaliə eləmədiyi kitabları keçə. 1000 aydan çox yələnə. Və növbəti il həyatını, o yazacağı kitabı da orada əsas fəsilləri müəyyən olunur. Bizim Ramazan ayından sonra, əhyalardan sonra növbəti ilimizin kitabımızın sərlövhələri, başlıqları, o məsələlər yazılır. O mündərəcat bəlli olur. İndi o dəyişə bilərmi? Bəli, Allah rəhimlidir. Biz fürsətimiz olar Allahın lütfü ilə pisdirsə düzəlməyə Allahdan istəyərik. Amma özlüyündə bax həmən o gecə artıq strateji bir bizim növbəti ilimizin o planlamamızın vəziyyəti bəllidir. Və biz onu Ramazan ayından çıxdıqdan sonra başlayırıq hiss eləməyə. İmam Sadiq əleyhissalamdan soruşurlar ki, ən fəzilətli əməllər hansılardır? 3 dənə sayır. Mən də düşünürəm ki, 3-ü də çox ölçülə biləcək mövzudur. Vaxtında qılınan namaz. İkinci, birrul valideyn, valideyninə yaxşılıq. Üçüncü, Allah yolunda mücahidə, Allah yolunda can qoyma. Əgər biz Ramazan ayı yekunlaşandan sonra həftələr keçir, tutaq ki, indi bir aya yaxın geridə qoymağa başlayacaq. Əgər bizim namazımızın vaxtında qılmağı əldən getməyə başlayırsa, biz namaza diqqətli ola bilmiriksə, vaxtında qılmağa, huzurla qılmağa, deməli, bizim vəziyyətimiz yaxşı deyil. Az bir şey götürmüş. Yaxud götürmüşük, tez əldən vermişik. O məşhur Ayətullah Nuxudakinin mövzusundakı kimi də, rəhmətullahi aleyh, o bir nəfər yanındakı olan araşdırmacı fəzilət əhlərindən biri ki, bu özü fazil, alim, təhqiqatçı adamdır. Amma bu cür insanların yanında yaşayarmış, o ab-havanı hiss eləmək üçün. Bir müddət olarmış. Ondan soruşurlar, müxtəlif cür bu danışılır bu mövzu, mən məzmunu deyirəm. Ondan soruşurlar ki, biz bu necə olur bu cür? Deyir, biz hamımız qazanırıq, nuru əldə eləyirik. Biz qorumuruq, o qoruyur. Səhər-səhər adam durur, dəstəmaz alır, Allah nur verir. Namaz qılır, Allah nur verir. Bir səhifə Quran oxudu, Allah nur verir. Allah nur verir. Amma gəlir, bir vəziyyət yaranır, həvai nəfsinə uyğun, qəzəb hissinə uyğun, şəhvət hissinə uyğun davranır, nur getdi. İndi mübarək Ramazan ayından çıxanda bəlkə də biz o nur verilmişdi. Bəlkə biz hərcləmişik. Bəlkə biz hərcləmişik. Bəlkə elə Allah bizə lütf eləmişdi. Amma biz robot deyilik ki, otomatik özü-özünə avtomatik bu baş verir. Bəlkə biz hərclədik. Ona görə adam baxmalı. Mühüm ölçü vahidi namaz. Namaz əvvəli vaxt, qılınma və huzurla qılınmanın vəziyyəti necə? 2 dənə göstəricidir. Əvvəli vaxtını ölçü adam. İkinci, keyfiyyətini, huzurla qılınmağını ölçü. Məncə o dediyiniz suala cavab olaraq biz bununla ölçə bilərik. Bir ayda vəziyyətimiz irəliləyib ya geriləyib. Bəli. Ən ciddi meyarlardan biridir və dediyiniz kimi də biz bəzən namazı, məsələn Quran-Kərimdə deyir ki, namaz insanı pislikdən çəkindirər. Namazın özü, yəni əgər dediyiniz kimi ölçü vahididir əslində, biz
namaz bizim həyatımızın ən ciddi ana xəttlərindən biridir. Yəni bizim həyatımızda gün ərzində müəyyən vaxtlarda bu ilahi rabitəni qurduğumuz bir vaxtdır. Biz bununla özümüzü anlaya bilərik ki, Ən azı budur da. bəli, Ən azı budur ki, biz bilirik ki, bugünkü namazları vaxtında qılmışıq, qılmamışıq. Adam var qəza vermir, elə deyir ki, şükür bu gün qəzaya vermədim. Böyük mövzudur. Allah Təbii qəbul ki, etsin. bəli. Heç olmasa ona fikir verir insan. Amma o bizi təkamülə aparır? Yox. O minimumdan da minimumdur. Amma təkamül bundan başlayır. Ki insan gün ərzində, günün axşam, baxa gör, bu gün namazlarımı, xüsusən sübh namazı. Xüsusən sübh namazı. Çünki gec yatır insanlar, gec durur insanlar. Qaça-qaçla, gün çıxana yaxın qaça-qaçla. Sonra nə gün olacaq? Heç nə olmayacaq. Əldən verir. Gün orta, işin gücün orta vaxtı, xüsusi qaynar vaxtı. Heyyə aləs-salə. Namaz. Axşam vaxtı, yorğun, arğın. Namaz. Həll edici mövzudur. Və buna diqqət eləyək. İkinci də bunun yanında mövzu ki, nə qədər namazda olur. Elə onu bir qoyaq, bir önəmli mövzudur. Hələlik elə bir dənə bunu vaxtında qılma. İkinci məsələ bir vaxt dedikdə birrul valideyn, valideynə yaxşılıq. Ümumiyyətlə insanlarla münasibət. Ölçü nədir? Valideyn. Sonra nədir? Həyat yoldaşı. İki dənə yerdir ki, burada işgüzar münasibət işləmir. Burada sövdələşmə dağıdıcıdır. Burada gözlənti məhv edicidir. Bu başqa məktəbdir. Övladla valideyndə övlad nə qədər yaxşılıq eləsə, həyatdadır o cür. Həyatdadır, bir şeylərlə son hədiyyə göndərsin. Geçsin ziyarətinə. Bir dəfə yanılmamsa siz demişdiniz ki, mübarək ayədə ki, Allaha, Peyğəmbərə və yanımızın mövzusunu deyim də ki, valideynlərinizə ehsan məsələsi. Bəli, valideynlərlə biz ədalətli davrana bilmərik. Bizim imkanımız yoxdur ədalətli davranaq. Çünki ədalətdə verəni ödəyə bildikdədir. Valideynlərin bizə etdiyini heç cür ödəmə imkanı, əvvəldən ödəmə imkanımız yoxdur. Quran ayəsində qeyd olunur ki, orada bir xüsusi bir bağlayıcı var ki, orada yəni vasitəli xidmət deyil. Bəli, birbaşadır. Birbaşadır. Özün gedib özün gedib ehsan edəcəksən. Özün gedib birbaşa ən yaxşı halda edəcəksən. Bəli. Yəni gözəl davranacaqsan, ehsan elə, özün birbaşa. Bəli. Bu çox önəmli mövzudur. Çünki onlar birbaşa eləyiblər. Bunun yanında həyat yoldaşları münasibəti də çox önəmlidir. Gözləntili deyil. Mən nə edə bilərəm? Az umma, çox etmə. Ailə vermə yeridir. Ailə etmə yeridir. Ailənin ən böyük tərbiyəvi gücü budur. Sən qəlbləri ailədə, ailə üzvləri bir-birinin qəlbini etməklə, verməklə fəth edə bilər. Tələblə yox. Məcburiyyətlə yox. Aynəm sənin vəzifənlə yox. Bu büyün çatmır. Üçüncü də nə idi? Allah yolunda mücahidə. Can qoyma. Adam həyat tərzini Allah rənginə boyayır. Həkimdir, Allah bəndəsi kimi həkim. Mühəndisdir, Allah bəndəsi kimi tikə. Ofisantdır, Allah bəndəsi kimi xidmət eləyir.
müəllimdir, Allah bəndəsi kimi dərs deyir. Ona görə biz ölçü vahidləri var. Bu da özünü izləməsin, özünü müraqibə eləməsin Bəli. mümkündür. Ona görə biz Ramazan ayından sonra bir ay keçib, indi vaxtıdır. Adam otura ölçə, bir aya nədə vəziyyətim necədir? Namazda vəziyyətim necədir? Əxlaqda vəziyyətim necədir? Həyatımı Allaha bəndəçilikdə vəziyyətim necədir? Mən ümumiyyətlə necədir durumum? Bu çox önəmlidir. Biz mübarək ayda bir mövzuya toxunmuşduq ki, biz adətən deyirik ki, biz ilahi dərgahda qonağıq. Bəli. Və orada bir mövzuya toxunmuşduq ki, biz Allahın qonağıyıq, amma bir şərait də var ki, Allah da bizə qonaq olsun. Və Allah hədis qüdsüdə yanılmam ki, mən heç bir yerə sığışmaram, yalnız möminin qəlbindən başqa. Biz ilahi bu məsələ ilə bağlı istəyərdik danışasınız ki, Allahın bizə qonaq olma mövzusu. Əllamə Cavadinin Allah ömrünü uzun eləsin. Amin. Təkrar videoda da mən görmüşəm bu çıxışlarını, bu mövzuda da, yazılarda da, məqalə halında da. Özü də hətta bu indiki yaşındakı xüsusən yəni bunu təkrar deməsi çox təsir eləyir. Biz bu il birinci əhyada hələ ona görə xüsusən bu mövzuya toxunduq. Bu ki buyuruş var ki, Ənə indəl münkəsirəti qulubuhum, mən qırıq qəlblərin yanındayam. Mən qırıq qəlblərin yanındayam. Bunu belə şərh eləyir Əllamə Cavadi. Allah uzun ömür versin. Bərəkətli ömür versin, can sağlığı versin. Çox böyük şövqlə deyir. Adam çox təsirlənir. Deyir, Allah sanki deyir ki, mən sizi qonaq çağırdım. Ramazan ayında Allah bizi ziyafətür Rəhmana çağırır. Rəhmanın qonaqları. Həccə bizi qonaq çağırır. Həcdə bir ucur. Lama deyir ki, bəndəm, Allah sanki bizə bu cür deyir. Mən sizi qonaq çağırdım. Amma əgər siz məni dəvət etsəz, mən də sizə qonaq gələrəm. Allah bizi qonaq çağırır, bəli. Biz bunu eşidirik. Biz bunu öyrənirik. İndi bu deyilir ki, Ramazan ayında Allah qonağı ola bilərik. Amma bu deyilmir ki, Allah da bizim qonağımız ola bilər. Hədis-i Qudsidə ki, gəlir ki, mən qırıq qəlblərin yanındayam. Mən yəni qəlbi sınmışların, qəlbi kövrəklərin, qəlbi dirilmişlərin qonağı olaram. Allah bizim qonağımız ola bilər. Ramazan qonaqlığının, ziyafətinin qonaqlıq iki tərəfli olur əzizim. Siz məni qonaq çağırdınız, mən gəldim. Ədəb nədir? Qonaqlığın adabı nədir? Mən də sizi qonaq çağırım. Elə deyir. Bəli. Qonaqlığın adabındandır da. Siz məni qonaq çağırdınız, mən gəldim. Qonaqlığın adabı nədir? Mən də sizi geri qonaq çağırım da. Elə deyir. Bəli. Əllamə Cavadi deyir ki, qonaqlığı iki tərəflidir. Allah çağırır. İndi sənin də növbəndə sən çağırasın. Sənin də növbəndə sən çağırasın. Özü deyir. Allah deyir ki, mən səni qonaq çağırıram. Sən də əgər məni qonaq çağırsan, gələrəm. Əsl eid, əsl bayram odur ki, adam bir ay Allah qonağı ola,
Sonra da Allah gələ adamın qonağı ola. Ən böyük bayram odur ki, insan bir ay Allah ziyafətində ola, sonra da bir bayram eləyə, bayramıda da Allah onun qonağı ola. Allah nə vaxt bizim qonağımız olar? Biz mövzu budur. Sizcə burada qırıq qəlb dedikdə, sınıq qəlb dedikdə, kövrək qəlb dedikdə nə başa düşür? Nədən gedir mövzu? Sizin nə duyursunuz bu mövzuda? Məncə ilk ağla girən zəmanə sahibindən əlimizin çatmaması, ondan ayrı düşməyimiz, cidden ayrı düşməyimiz, bu da insanın əsl Bunu deyim, davam eləyər yox bəhsi. Ən böyük qəlbi qırıq kimdir? zəmanə sahibi. Əcil Fərəcov. Ən böyük qəlbi qırıq odur. Allah bütün hər şeyi verib ona, özünün bütün onu həyata keçirtmək əzmi var, amma hələ vaxtıdır və görür nələr baş verir. Baxır ümmət nələr yaşayır. O axı iman əhlinin yanındadır, görür. Amma hələ fəthdən öncəki mərhələdir, qabləl fəth mərhələsidir. Əllamə Mirbaqilin dili ilə zühurdan öncəki mərhələdir, qeyb mərhələsidir. Hələ zühurda o birbaşa müdaxiləsi olur. Və ən böyük qəlbi qırıq odur. Ona görə Hüccətullah odur. Allah ən böyük onun qonağıdır. Və siz çox böyük bir hissəyə toxundunuz. Mən təşəkkür edirəm. Biz o baxımdan ki, qəlbimiz qırıq olsa ki, biz Hüccətullahla birbaşa ünsiyyətimiz yox, qeyb dövrüdür və bu qədər müsibətlər və s. yaşanır və bizim günəşdən tam bəhrələnmə imkanımız yoxdur və bu baxımdan qəlbimiz qırıq olsa, Allah qonağımız ola bilər, bəli, olar. Çox önəmli nöqtə. Yəni, sözümün canı nədir? Adamın qəlbi qırılır, bəzən görürsən ki, maddi mövzuya görə qəlbi qırılır. Pula görə qəlbi qırılır. Hətta üzr istəyirəm. Karyeraya görə qəlbi Pisdir qırılır. o. Yo, deyirəm, onlar insani mövzu. İstəyirəm deyəm, yəni mövzu O deyil də, o deyil. Bəli, bəli. O vaxtda potensial açılır. Yeri gəlmişkən bunu da deyim. Ümumiyyətlə, qəlblərin inkişaf potensialı nə ilə ölçülür sizcə? Ehtiyacı yaranında. Əllamənin, yox, məsələn, insanlardır, qəlblər fərqlidir. Bəli, bəli, bəli. Fərqlidir. Kövrək qəlb var, daş qəlb var. Baxırsan 50 ildir namaz qılır, elə ürəyi bərkdir. Özünü ehtiyaclı gördükdə, aciz gördükdə, boşluğun gördükdə. Hələ mən iradəvi mərhələni demirəm. Hələ başlanğıc mərhələsində. Məsələn, girirsiniz bir dənə sinifə, uşaqlardır, 10 nəfər uşaqdır. Görürsən, bir dənə hekayə danışırsan, ya bir dənə kino qoyursan, və bir uşaq vaxtı Banivurun ürəyi, baxmısınız. Eşitmişəm. Mənim də bir saat detallı yadımda deyil. Kinonun özü mənə maraqlıdır, görüm nə idi. Amma uşaq vaxtı 6 yaş, 7 yaş, 8 yaş, 9 yaş baxardıq. Yadımda deyil sırrıdır. Hər dəfə orada bir səhnə var, o səhnə olanda mən kövrəlib ağlayardım. Və mənim yadımdadır ki, hamı o cür eləmirdi. Mənim nailiyyətim deyil də, o uşağam, baxırsan ki, sinifdir, bağçadır. Bir dənə şey verirsən, bir dənə çizgi filmi gedir, ya bir mənəvi, ya bir... Baxırsan, birinin ürəyi ağrıyır, kövrəlir. Biri deyir, qəşəng oldu, qəşəng elədilər bunu. Elədir. Bu özü mövzudur. Qəlblər nə qədər kövrəkdir. Hələ bu dinə gəlib gəlməyib, imana gəlib gəlməyib bu ayrı. Bu sonranın işidir. Kövrək qəlbin potensialı daha çoxdur. Əllamə Misbah rəhmətullahi aleyh bunu buyurur.
kövrək qəlbin mənəvi təkamül, keçmə, qırıq qəlb halını duyma imkanı daha çoxdur. Ona görə qəlbin kövrəkliyi ən böyük, məsələn, biz adətən deyirik ki, mütəali ruhiyyə önəmlidir. Qəlbin də kövrəkliyi bu tərəfdə. Adam baxırsan ki, böyük alimdir, böyük arifdir, böyük müctehiddir, böyük müfəssirdir. Məhəllədə Əyyam-ı Fatimə Zəhra sallallahu lövhasında işidir, heyət var, gedir ora. Allama Təpətəbay, rəhmətullah aleyh. Girərmiş, deyərmişlər ki, gəlin yuxarı başa, deyirmiş, mən bura yaxşıdır. Bir gün gedir, görür ki, orada təmirzad olub, deyir, buradakı divarları neyinə düz? Dedi, o istiqamətə qoydu. Deyir, olar mən gedim orada oturum. Deyirlər, biz həmişə sizdən xahişləmişik də, hara istəsiz, gedir orada oturur. Deyir, bu divarlar 10 illərdir ya Zəhra sesini eşidib. Baxırsan, Biz kövrək qəlb, qəribədir. kövrək qəlbləri kövrək saxlamasa, o elm, o bilgi, o savad, ola bir yerə aparıb çıxartmır. Adam baxır, baxırsan ki, böyük uləmadan biridir, cami alimlərdən biridir. Bizim həftəlik rozə məclisi olur. Yəni bizim əzadarlıq məclislərimiz həm də kövrək qəlbin qidalanma fürsətidir. O potensialı yaratma yeridir. Həm itirməmə, həm itibsə, daşlaşıbsa qəlb potensialını. Məsələn, deyə bilərik ki, namazı əvvəli vaxtı itirmişiksə, necə bilirik ki, vəziyyət pisdir? O cürdə biz əgər əzadarlıq məclisində kövrəlmiriksə, ya bir həyatımızda nəsə baş verəndə insani bir mövzu bizi kövrəltmirsə, vəziyyətimiz deməli yerində deyil. Biz nəsə ya qidamız, ya mühitimiz, ya dünya vurğunluğumuz aləmi qatıb bir-birinə. Ona görə düşünməli məsələdir. Çox maraqlıdır ki, bu da növbəti meyarlardan biridir insanın. Bir mömin üçün ciddi, məsələn, o gün bir dənə beyt var, biz elə dostlarla ara sıra deyərik, adam şöf qalır. Bu şəfaxanə Hüseynindir. Təbibi ani baxır. Elə bu günlərdə, bu həftələrdə bir verilişlərin birində, Quran məhfillərin birində diqqətimi çəkdi. Nəvərin müşkülü olur, böyük müşkülü olur. Abara gedə biləcək müşkülü olur. Allaha sığınır. Mənə kömək ol, mən həvai nəfsimin dalıca getməyim, mən Allaha bəndə olum. Bir məhərrəm səfər əyyamıdır. Gəlib oluram bu məclisdə, görürəm, Məttah oxuyur bu şeiri. Bu şəfaxanə Hüseynindir. Təbibi ani baxır. Doktoru qolsuz əbəlfəzdir. Məccani baxır. Məccani baxır. Şəfaxanə yəni xəstəxana, şəfa tapılan yer. Təbib də həkimə deyərlər də. Ani baxır, yəni növbəsiz baxır, dərhal. Yetər ki, gəl. Dərhal baxır. Bu şəfaxanə Hüseynindir. Təbibi ani baxır. Doktoru yazılan kimi deyirəm mən şeiri elə. Necə yazılıb şeiri tərcümə eləməzlər ki, elə başa düşülür də. Doktoru qolsuz əbəlfəzdir, məccani baxır. Bizdə də bəzi rayonlarda doktor deyirlər də. Bu şəfaxananın, bu xəstəxananın ki, maliki Hüseyndir, baş həkimi də Əbəlfəz ağadır.
doktoru qolsuz Əbəlfəz. Özü qolunu da bizim yolumuzda verib. Qolunu da bizim yolumuzda verib. Məccani baxır, təmənnasız baxır. Təmənnasız baxır. Sığortası Əbəlfəz ağa inandı buranın. Olur yaşlı adamlarla söhbətləyəndə qədimdə deyir, mən işimi Əbəlfəz ağaya sığortasına tapşırmışam. Əbəlfəz ağa sığortalı adamın işini, o başqa sığortadır. Bu Şəfahanə Hüseynindir. Təbibi ani baxır. Doktoru qolsuz Əbəlfəzdir. Məccani baxır. İndiki bələdi, həmin o adam dərdlə gəlib, oturub orada, oxulur. Deyir, mən elə xəstəyəm də, siz hamımız xəstəyik. Şəfaya ehtiyacımız var, qəlbimiz xəstə. Özə bu ana ehtiyacımız var və Əbəlfəz ağa kimi də bir doktora, həkimə ehtiyacımız var. Qolsuz Əbəlfəzin. Məccani, təmənnasız qayğısına ehtiyacımız var. Gəlin ey dərdlilər. Gəlin ey dərdlilər. Gəlin ey dərdlilər. Açılıb bab-ı kərəm. Bu başqa aləmdir. Gəlin. Dərdlisən gəbir. Qapı da açılıb, səxavət qapısı da açılıb. Burada məsələ miqdar yox, filan yox, növbə yox, ödəmə yox. Gəl. Özə niyə belədir xüsusən? Bu yerə Fatimənin dideyi giryanı baxır. Dideyi giryan yəni gözü yaşlı göz. Yəni o gözü yaşlı halda. Hanım Zəhra, bu yerə xanım Zəhra baxır. Bu yerə Kövsər baxır. Bu yerə hanım Zəhra Salamullah Aleyh xanım baxışı var. Baxan adam bunu işidə kef eləyir. Adam cavan olanda oxuyurduq ki, məsələn, Şəhid Mütəhhəri hansısa şeiri oxuyar, şövq alardı. Ya baxardıq, məsələn, Əllamə Məhəmməd Təqi Cəfəri rəhmətullah aleyh. Bunlar şeir əhli idilər, böyük-böyüklər, bir gözün deyərdi, şövq alardı. Bizim bir ustad var idi, Şərq poeziyasında irfan çalarları. Bəndə nəsib olmuşdu, Hafizin bir neçə qəzəlini onun dərslərində iştirak edək. Adam gözü görmə məhdudiyyəti də var idi, tam yaxşı görmürdü. Dərsi deyirdi, professor idi və bu kimi. Birdən bir yer gələrdi. Deyərdi, day bacarmıram. Qəzəli deyirdi, şərh eləyərdi. Vəcdə düşərdi, bizdə bir hal yaranardı. Deyirdi, daha bacarmıram. Görürsən, dərs qalıb gedib. Görün, neçə il keçir, mən bu dərs yadımdadır. Yaşayırdı onunla. Yaşayırdı. Ev tapşırığı verirdi, biz şövqlə eləyirdik. Nə bilim, Qur'ani şərhi, fəlsəfi şərhi, nə bilim, irfani şərhi. Zarafatla, dostlarla deyirdik, özümüzün də şərhimizi yazaq buna. Da cavan vaxtı da, indi 20 neçə yaşında adam necə olur? Adam elə o cür olur. Mövzu deyə bunlar. Kövrək qəlb. Kövrək qəlb. Kövrək qəlb önəmlidir. Ona görə Allah deyir ki, mən sizi, Allah mənim dili ilə söy, mən sizi qonaq çağırmışam, siz də məni qonaq çağırın, mən qonaq gəlim, sizin qonaqınız olun. Allah nə vaxt bizim qonağımız olur? Bizim qəlbimiz Allaha məxsus olsun. Qəlbimizdən dünya vurğunluğunu çıxartsın. Buna görə Ramazan ayında bir dənə fürsətdir, bitəndən sonra bir ay keçib, baxaq görək nə var, nə yox. Rəhmət yağışı da bitmir ki.
Bir də qabaqda Zilhiccə gəlir. Sonra Məhərrəm səfər gəlir. Bitmir ki. Hələ fürsətdir. İndi Şavval ayından sonra da ümumiyyətlə Zilqədə, Zilhiccə bu o bir 40 günlük mənəvi bir. Bəziləri bu çelə saxlayırlar, müraqibə edirlər 40 gün. Bu 30 gün buradan, 10 gün oradan ta Qurban Bayramına can. Baxırsan ki, adam özünə görə müğayət olur. Allah qəlb ki, adam Ayətullah Kumeyli deyir, insanın fəqri zatını dərk eləməsi özü bir dənə mühüm təkamül üçün bir başlanğıcdır. Adam otura deyər ki, Allahım, mən özümə bacarmaram. Mən özümə bacarmaram. Mənim sənə ehtiyacım var. Sən qənisən, mən fəqirəm. Quran bizi öyrədir də. Sən qənisən, mən fəqirəm. Adam sübh vaxtı durur namaza, baxa, bütün aləm təsbih deyir. Quşlar da dayı, xüsusən indiki fəsillərdə. Bir dənə insana deyir, səni xəlifətullah olma imkanı vermişəm, özün gəl bu cəhcəhə qoşul. Özün gəl bu harmoniyaya qoşul. Görün nelərdir. Allah nəzər salsın, Allah inayət eləsin. Allah bizləri İnşallah əgər yekunlaşdırırsınız, elə növbəti mövzularda da davam edərik. İnşallah hacı. Təşəkkür edirik. Bu günləri çox mühüm mövzulara toxunduq. Əsasən də o 2 dənə meyar, insanın həyatında meyarlar olmasa, ölçü biçisi olmasa, insan elə bilər ki, hələ normal vəziyyətdədir. Amma namaz məsələsi, bir də kövrək qəlb məsələsi çox uyğun, çox yerində olan bir mövzu oldu və bizim üçün doğrudan Ramazan ayından sonraki mərhələdə dərdimizə dəyən mövzuların yəni ən mühümlərindən biridir ki, Termometrdir də. Bəli. Mən dünən namazım necə olub? Bəli. Mən son bir həftədə bir dəfə də heç olmasa kövrəlmişəm. Bunlar termometr. Təbii ki. Allah bizə kömək olsun. Allah köməyiniz olsun. Allah bizi İmam Zaman Ağa Əcil Fərəcəxımın dostlarından qərar versin. Amin. Dünyanın hər yerində Hüccətullahın dostlarını müvəffəq eləsin. Amin. İmam Zaman Ağa Əcil Fərəcəxımla kimin düşmənçiliyi var, Allah zəlil eləsin. Amin. İnşallah. Təşəkkür edirəm. Çox sağ ol.